Buyurun, problemimizi bilin. Bütün bir 32 ildə hələ biz paltar dəyişib girməmişik. Şəraitimiz yoxdur. Oğlumun 38 yaşı var, hələ mən onu evləndirməyə yer tapmıram. İndi də mən hara gedim, nə tər gedim. Neçə otaqlıdır burada? Gedək otağıma bax sən mənim şərait. 4 ailə uşağın yaşadığı otağa bax gör. Yatmağa, durmağa, bir dənə çay qaynatmağa şəraitim yoxdur. Neçənci mərtəbədə? 2-ci mərtəbədə. Gedək baxalım, göstərin. Tamam, burada neçə ailə var burada? 105 ailə var. Belə dur. Neçə otaqdır bura? Bax budur, yatdıqları yer buradır, 4 ailə. Düzümüz. Bax bizim yaşadığımız budur. Mən hara gedim bir də, necə gedim, onu mənə başa salsınlar. Bu ev yaşadığımız bax budur. Bir dənə çaydan qoymaq üçün çay qoymaq yerimiz yox. Bax hamı belə zorla yaşayır, zillət içində yaşayır. Bax oğlumun 38 yaşı var. Mən yer tapıram. Hara yığın? Kiraya 700 manatdır. Kiraya yox, gücüm çatmır. Mən oğlumun 38 yaşı var, mən onu evləndirə bilmirəm. Evləndirə bilmir, yaşlı keçir. Evdə tapır. Hansı evə gedib qapını döyürük, deyir 700 manat, 600 manatdır. Kirə nəfər versin? İndi zülmdür ki, ona deyir ki... Hətta kirələrin qiyməti Hətta kirələrin qiyməti də qalır. Bunlar rayonların qeydiyyatını gətirir ki, get ermənidən azad olan kətlərdə yaşa. Balıcada yaşa. Mənim orada kimi tanıyıram, nə tər gedim, hara gedim. Öz kəndimizi xahiş edirik. Xahiş edirik. Bütün qurumlardan xahiş edirik. Bizim kəndimizi, Şifabalı kəndini bərpa eləsinlər. Əlaqədar qurumlar Hamı bir nəfərə kimi getməyə hazırıq. Neçə Canla nəfərə başla. zəng eləmişim, gəlməyəm şəraitimə. Gedən öz kəndimizə, yerimizə, obamıza verənlərlə yaşayan. Bizə bura lazım deyil şəxsən. Yaşadığımız həyatı görsünlər nə gündədir. Hamısı bir otaqda qalıb 4 ailədir. Yaşaya bilmir. Rəsmi qaydada müraciət eləmişsiniz ümumiyyətlə? Bizə kimdir bizim sözümüzə baxan? İndi gəldi, İndi gəldi. Siz köçürük. Bax qorxular. Qışda bizi sel apardı, su apardı. Hara dedik ya, heç kim gəlmədi. Bax, suyu uşaqları qucağımıza alıb arxı keçirdik. Qışda şəraiti görəydin, hələ çəkilişdi. Özümüz çəkmişdik. Heç bir hara zəng elədi, heç dedik ya, işimiz çoxdur, gələ bilmədik. Bax, biz hara gedək? İndi bizi kimsə bu binanı satıb, indi gəlir ki, mən burada varam, çıxın. Bura çıxın. Biz də yazılı şəkildə prezidentimizə, hörmətli prezidentimizə müraciət edirik ki, bax bizi bu vəziyyətə qoyublar. Bizi məcbur çağırıb tökürlər çölə ki, gedin çöldə nə ölürsün, nə qələt edirsin, çöldə eləyin. Heç bir buranı tərk eləyin. Əsas günahkar kimi görürsünüz bu məsələdə? Əsas günahkar buranın kim alıbdır? Qaşqın Komu. Qaşqın Komu. Qaşqın Komu nümayəndələrini göndərib bura hamısını. Ki gedin qaşqına tökün çölə. Getsin cəmaatın hamısının bir də banklara borcu var. Bəs sizi çölə atırlar, harada yaşayırsınız? Bizi çölə atırlar deyə gedin çöldə bir yaman. Nə ilə yaşayır, nə ilə dolanır? Siz gəlin də. 4 dənə yer veribdi. Ballıcadır, nə bilim, Xocabəndi kəndləridir, erməni kəndləridir. Bizim kənddə erməni. Siz hansı rayon sakinisiniz? Biz Ağdamlıyıq. Ağdamlısınız. Bəli. Bu evdə yaşayanlar. Həmin evdə yaşayan sakindir. Cəmaatın da hamının banka borcu var, ay xanım. Apardı cəmaat tökdü ora. Bu cəmaat bankı nə verəcək? Şəxsən mənim özüm İndi üçün bizə ümid veriblər ki, sizi torpağınıza qayıdacaq. Mən də o ümidlə yaşamışım. Mən Bakını tanımırdım, amma Bakıda ev alım. İndi o ümidlə yaşamışıq, o ümidlərimizin hamısı puç oldu. Çox çətin bir vəziyyətdir. 35 ildir burada yerləşmişik. Bir dənə qaşqın kom gəlib deməyib ki, sənin suyun var, sənin çayın var, sənin nəyin var, bilmirəm. Hamımız əzabla, əziyyətlə deyib, bax, şəhərin ortasında bu cür binadır. İndi gəliblər ki, 3 gündür cəmaatı işinə qoymurlar, gücünə qoymurlar, yığılıblar ki, buradan 5 gündən sonra siz çıxıb gedirsiniz. İçəri gələnlərdir, demək nümayəndələri göndərirlər, deyirlər 5 gündür. Özləri də gördüyor ki, sizə kim deyib ki, siz çıxırsınız. Siyahı veriblər. Məni göndərir, mənim torpağımdır. Can qoyub cəmaat. Mənim qazilərim, mənim şəhidlərim qurban olum onların torpağım olub. O heç vaxt elə qərar verməz ki, mən ala yarımçıq çıxım gedim buradan. Mənim öz torpağımı verməlidir. Satırsansa, mənim gətir pulumu ver, gedim mən öz Muğanlı torpağımda evimi tikim. Muğanlı kəndindən? Bəli, Muğanlı kəndindənəm. Mən düzdür, şəhərə ərə getmişəm, mənim şəhərimdən ver. Mənim şəhərim alıb, 3 bacıda burada yaşayırıq, bir belə də millət var burada. Hərənin öz torpağına deyir, geçsin də, mənə deyir, getkinən Ağdəriyə, mənə deyir, get Ballıcıya, getm nə bilim hara, mən niyə getməliyəm? Bana o günü bir kişi də adını da bilmirəm, şəhər sovetidir, deyir ki, gəl, öz də beləcə də danışır, belə şey için, lağa qoyur bizi ki, gedərsiniz, əkərsiniz, xiyardan, pomidordan yersiniz. Xiyarla, pomidorla mənim qarnım doyur. Mən bu günə 24 yaşımdan mən gəlib düşmüşəm bura. Cavanlığımı çürütmüşəm. İndi gedim 5 dəfə mən qaşqın düşür. O harada görüm, mən kartof əkim. Mənim işim var, gücüm var. Mən
Heç mən burada borcun xərcin içindəyim. Mənim pulum olsa, mənim heç bu o evə də ehtiyacım olmaz. Gedib evimi alaram, tüpürərəm buna da. Gəlsin məlumat versin, cəmaatı yığıblar burada gündə bir yol. Birinin ürəyə gedir, birinin sudurqalı uşağı var, xəstədir. Odur, budur, bu nə deməkdir? Bu. Hanım buyurun probleminizi deyin. Hə, qızım, bizim problemimiz budur ki, başlayalım görünüm. 30 ildən çoxdur biz burada zulüm çəkirik. Burada hər rayondan, hər yerdən burada yerləşən insanlar var. Biri gəlib deyir ki, hamınızı topazı göndərirəm Ağdama. Birini deyir göndərirəm başqa bir yerə. Bunu kim göndərir? Bunu kim eləyir? Biri ortalığa düzgün çıxıb demir ki, mən hökumətin itçisiyəm, mən gəlmişəm, səni falan yerə göndəririm. Bu bir. İkinci bir tərəfdən də, ay qızım, hər kişidən bu yerin üzündə bizim 3000'dən çox şəhidimiz var. 3000'den çok bizim şəhidimiz var, 3000'den çok bizim qazimiz var. Onlar canın qanın bizden ötürü koyup, bizim torpağın üstüne döküyor. Biz niye onları atqaz eləməliyik? Diğer qaşqı diğer torpağına getmir, atqaz eləyir. O şəhid benden ötürü qanın dökür ki, get torpağında rahat yaşa. Gedirəm, niye getmirəm? Canla başından gedirəm. Benim kendimi versin. Hansı kənddir? Füzuli rayonun dövlətkarı kənd. Benim kendimi versin, benim şəraitimi versin, benim uşağımın iş yerimi versin. Böyle canla başla böyle özüm getirim. Niye gitmirəm? Günde biri gelir, bir sözü atır, aralığı karıştırır, milleti birbirine karıştırır, cemaati əsir yesin, erir, qayıdıb aradan çıxırlar. Ortalığa bir düzgün çıxan adam yoktur. Düzgün bir adam çıxan yoktur ki, ay ana seni falan yere ben köçürdüm. Ben xəstə adamam, ben ürək xəstəsiyim. Ben neye göre ben bir belə əzab keçirməliyim, bir belə əzab keçirməliyim. Ben şəhidimin qanının dərdini çəkim, qazimin qolunun qılçasının yoxluğunun dərdini çəkim. Yoksa ben günde bir uşaq gəlib bizi oynatmağını dərdini çəkim. Belə olmaz axı, belə olmaz axı. Belə olmaz ya kızım, oğlanların qanı tökülür be, oğlanların qanı tökülür. Adam baxanda belə öz ölmək istəyir. Ben neye göre getməyəm? Gedirəm, canla başından gedirəm. Torpağımı versin, evimi versin, balalarımın iş yerim versin. Canlı iş yeri versin. Beni temin edersin. Niye gitmiyorum? Canla başından gelirim. Ne dedim bu uçurup işlerim ben? 30 yıldır çürüyorum demem buradayım. Yılda evimi gözləyirəm, kendimi gözləyirəm. Mənim bax belə öz kəndimə köçüm bu saat gedirəm. 5 nəfər ailə, bir oğlum istəyir, çatdıra bilmir. Gedib oradan nə edəcək, nə işini istəyəcək. Mən belə Süleyman Löyümə baxın görün mən gedib oradan nə edəcəm. Ha? Kim ki imkanı var, onun evi var, eşi var, hər elərini götürür. Mənim evim eşim yoxdur, gedib oradan nə edəcəm. Vəssalam, sağ olun. Bu məsələ ilə bağlı siz ümumiyyətlə Qaçqın Koma və yaxud da Ağdam rayonu, Füzuli rayon icra hakimiyyətinə müraciət eləmişsiniz. Kızım indi Nizami rayonu Qaçqın Kom gelmişti buraya. İndi geldi gitti. Gelmenim hiç de haberim yoktu. Gelmenim hiç de haberim yok. Hardadır göstərin. Buradaydı, bayaqdan burada. Buradadır. Dedilər ki, icra nümayəndəliklərinə göndərilən şeylərlə məşğul olaq, müzakirə eləyək, sizə fikrimizi indi çatdırarıq. Deyirlər, oturun evinizdə hamımızı bir qapı düşüb siyahlaşdırmalıyıq, sonra bir qərara gəlib bir söz deyil. Amma demirlər, günün altında o tərəfə gedirik, bu tərəfə gedirik. Konkret demirlər, bizi hansı orqan göndərib, bu qərarı kim çıxardıb? Ümumiyyətlə tələblər qərarı kim çıxardıb? Sizlərlə bir tələb edirlər. Ağdərənin, Xocalının, Xocavəndin, o kəndlərinə, Ucqar kəndlərinə göndərmək istəyirlər. Bizim qeydiyyatımız Ağdamın kəndidir. Füzulinin kəndidir, şəhəridir. Biz də deyirik ki, öz kəndimizdir. Öz qeydiyyatda olduğumuz kəndə, şəhərə köçürün bizi. Harda qeydiyyatdayıq ora. Bizi 3-4 dəfə ora-bura köçürtmüyor. Ora-bura bizi köçürtmüyor. Biz onsuz da zaten bu əziyyəti çəkirik də. Axırıncı köçəcəyimiz yer haradırsa bizi ora qeydiyyatda hardayıq. Biz ora köçürün də. Niyə biz ora-bura daşıyırsınız? Bir orqan, bir rəsmi orqan çıxıb bizə fikrini bildirmir, məlumat vermir. O deyir gözlə baxarıq, bu deyir ora çəkir, bu bura çəkir. Bu cəmaət günün altında bişib, 5 gündür başımızı istidən bişib. Bizə niyə bir məlumat vermirlər? Niyə görə? Xocalının Ucqar kəndindəki o kəndləri aparıb yığa bilirlər. Bəs oradakı qeydiyyatdakı əhalini hara yığacaqlar? Yaxşı, Ağdamı, Füzulini aparıb ora yığırsa, bəs o kənd sakinlərini hara yığacaqlar? Bəs orada qeydiyyatda axı fakt həmin kəndin sakinləri var. Ağdərəni, Xocalını, Xocavəndin sakinləri var. Bəs onları hara yığacaqlar? Yaxşı, bu bizə maraqlıdır.
Niye bizim öz Füzuli'nin Ağdam'ın kendinde hal-hazırda kəndlərdə tikinti gedir, orada evler verilir, istifadeye verilir. Aparsın yıksın orada. Ağdam aparsın Ağdam'ın kendine yıksın. Füzuli'ni aparsın Füzuli'nin kendine yıksın. Niye oraya yığmır? Niye tekrar ora bura bizi daşıyırlar? Bak burada məqsəd nədir? Yer dəyişmənin məqsədi nədir? Onda Xocalıda olan sakin də gətirib Ağdama yığacaqlar. Bu yer dəyişmənin məqsədi nədir? Nə üçün? Əgər bina satılıbsa, əgər bina alınıbsa, bunu cəmaata çıxsınlar, cavab versinlər. Kısa konkret. Biz öz yerimizi istəyirik. Biz öz yerimizi, öz qeydiyyatda olduğumuz ünvanı tələb edirik ki, bizi həmin kəndə, həmin şəhərə ora yerləşdirmək salam. Heç kəs bizi köçürdə bilməz. Az yox, heç bu qolu kəsilən, qılçası kəsilən, Qarabağda 10 illə, 15 illə canı qoyan oğlanlara bir hörmət eləmir, bir irəli çəkmir, bir adın soruşmur. Elə harada yeyinki bir yeri olan kimi tez yürürlər. Mən buradayam. Niye sen buradasın? Bir tane Qarabağ veteranına maraqlanırsan, bir tane qaziyle maraqlanırsan, bir tane şəhid ailesiyle maraqlanırsan, heç kəsinlə mənə maraqlanmırlar, nə də heç nə demirlər. Mənim oğlum Qarabağ veterandır. Bir dəfə gəl onun qapısını döv, bir dəfə deməyim ki, sən açsan, susuzsan, ölürsən, qalırsan. Mənim uşağımla maraqlanmırlar. Mənim oğlum zülüm çəkir. Başı da pozulur. Evdə ailesi uşağı dindirə bilmir. Belə şey olmazaq, belə zülüm olmazaq. Bizim skoru. Nəsə baş verir. Gördüyünüz kimi əzizləyicilər, yataqxanada baş verən etirazla bağlı xanımın vəziyyəti pisləşib, hal-hazırda təcili yardım çağırıblar. Salam edəcəm. Siz o köç məsələsi ilə bağlı bazı o qədər əsəbləşdirmək ki, başında o qədər də çıxırır. Ağzını siyasətin əhli başına çalışdığına Yavaş, yavaş, yıkılar. Təklif edən oğlanlar. Arda. Ha, qoş. Ağzına köməklər. Tamam, siz de burada yaşıyorsunuz. Bəli, ay mən dünən danışmışam, qada qalıb, televizorla veriblər məni. Ha, Nədir problem? Sizə nə deyirlər? Həmən problemləri yaşıyorsunuz. Bəli. Bu məsələ ilə bağlı hara müraciət eləmisiniz? Valla biz evimizdə oturduğumuz yerdə gəlib deyiblər ki, bizə Xocalının Ballıca kəndi var. Aha. Ondan sonra Ağdərənin bilmirəm nə kəndi. Heç mənim valla dilimə yatmır. Mən ömrü boyu 19 yaşımda çıxmışam, 53 yaşım var. Mən hələ o adları eşitməmişəm. Düzdür, oralar da bizim torpağımızdır. Biz demirik getmirik. Biz imtina eləmirik. Amma biz hansı rayonda qeydiyyatdayıq oranı istəyirik. Hansı rayon sakini? Mən Ağdam rayon sakiniyəm. Kəndindənsiz? Bəli, Əlmədətli kəndindənəm. Əlmədətli kəndindənəm özüm. Əgər ora hazır deyilsin, mənim o boyda Ağdam tikilir. Ağdam tikilir o boyda. Kətləri var, yeni təmir olunub verilən kətlər. Özüm Xıdırlı qızıyam, Əlmədətliyə ailə qurmuşam. Versin oradan çıxaq gedək. Yoxsa biz imtina eləmirik ki, tahsim getmirik. Salam Mələkəm xanım. Bizi burada gəlin məcbur çağırdılar çölə. Biz də istəyirik ki, bizi başqa rayonlara göndərək. Düzdür, orada bizim vətənimizdir, söhbət yox. Amma biz istəyirik ki, öz kəndimizə gedək, Şifabalıya. 30 ildən çox gün burada yaşayırıq biz. Oranın ümidi ilə yaşamış ki, bizim kəndimiz alınır, şükür Allaha. Bərpa eləsinlər, hamı bir nəfər kimi köçsün öz kəndinə, Şifabalıya. Biz başqa kəndi istəmirik şəxsən. Sizə hansı kəndi deyirlər köçmək? Bizim məsəl üçün Ballıca kəndini deyirlər, Xocalı'nın Ballıca kəndi. Orada heç kim getmək istəmir. Mənim hazır kəndim var Nəyə da. görə getmək istəmirsiniz? Biz çünki orada yaşamamışıq, eləməmişik. Bizim öz yerimiz var, yurdumuz var. Siz öz kəndiniz. Öz kəndimizi istəyirik ki, gedək canla başına öz kəndimizə yaşayaq biz. Başqa şey lazım Nə deyil. deyirlər baba məsələ ilə bağlı? Hələ bir söz deyir valla. Biri deyir qaz söndürəyik, biri deyir işıq söndürəyik, biri deyir nə bilim. Sizi hədə Hədə qopu gəlirlər ki, qara maskalar gələcək, nə bilim kimlər gələcək. Məsləhət verir bizə. Hələ bir söz danışır, cəmaatı öz torpağımdayam, azad ölkədə də yaşayırıq. Yetəmədin, əlim belə deyir 10 günəcən. 10 günəcən. Ulu öndərimiz Heydər Əliyev bizə demiş ki, siz qaçqın düşürsünüz. Siz qaçqın düşürsünüz. Sizi təzyiq göstəriləcək.
O dedi ki size təzyiq göstərilməyəcək ay qaçqınlar. Hara yerləşmişsiniz orada da kalasınız. Hansı günü eviniz hazır olacak, torpağınız hazır olacak. Onda da seni yığıb hemen nümayəndələr maşını yola salacak kendinize. Ay kızım sana kurban olayım. İndi günde gelip bir hay verir. Biri deyir 5 kilo çıkasan eli böyle eline götür. Ona göre de kalmışız böyle. He, sözlerinde kızım bir tane sene çıkartıp göstermir ki benim vazifem budur. Ben buna göre gelmişim. Beni plaket gönderip. Demirler kızım günde bir papkan böyle bunu koltuğuna gel. Cemaati karıştırıp gelir, karıştırıp gelir. Haber olmaz akı. Hastamiz var. Diye askuru dayan. Hasta içinde ölür. Bir oğlan aray kızım sağ kurban. Biz yersiz bizim devlet başçımız var. Bizim ülkemizin devlet başçısı var. Bizim prezidentimiz var. Bizim nümayəndəmiz var. Belə olmaz. Günde bir uşaq gəlsin bizi dəliləsin. Görsün çölə bizdə. Görsün çölə bizdə. Axı bu belə olmaz. Valla benim sözüm de kızım. Dünenden beri demesin yorulmuşlar. Sözüm bura kadardı. Sağ ol kurban olsun. Bize bir çare kılsınlar. Bize bir köpeği eylesinler. Bizim hürmetli prezidentimiz bize köpeği eylesin. Bizden bir maraklansın. 35 yıldır bizden maraklanan olmuyor. Hiç olmasa indi maraklansınlar. Hiç olmasa indi maraklansınlar. Bizde yazılır. Bizim günahımız neydi? O cüle evimizi, eşiğimizi, Ermenilik verdiler kabağına töktüler yere. Kalmışık çöllerde. Sağ ol kurban olsun. Vallahi çekiliyor. Buyurun, probleminizi deyin. Problemimiz odur ki, mən o biri 74'te qalıram, o tərəfdə. Evim yanıb. Bana oradan bir Cəbrayil'i köçürmüşdülər. 2 otaqlı ev verdilər. 2 otaqlı, biz də 7 başıq. 7 baş ailəyik, 2 otaqlı ev verirlər, yerləşmirik. Köçürsünlər Xocavənd rayonunun özünə, mən gedirəm Xocavənd rayonunun özünə. Bana aparıb o kətlər zadı göstərməsinlər. O uçuq evləri, ondan sonra o biriləri, bu biriləri. Xocavənd rayonunun özünə köçürsünlər. İndi gətirirlər özlərinə siyahı çıxardılar ay xanım. Özlərinə siyahı çıxardılar ki, bu yerlərə köçməlisiniz. Xocavənd rayonunun özünü versinlər, rayonun özünü. Mən köçürəm rayon, Xocavənd rayonunu. 7 başıq, yerləşmirik. Qalmışam maşında yatırıq. Yerləşmirik. 2 otaqda 7 başlı adam. 7 baş demə, 7 adam. 7 nəfər də, 7 nəfər adam. Niçin orada yaşayırsınız? Gözlüyün də zəhmət olmasa. Xahiş edirəm, köçsünlər Xocavənd rayonunun özünə. Mən gedirəm Xocavənd rayonunun özünə, canından başına. Allah prezidentimizin canını sağ eləsin, alıb verir, sağ olsun. Köçsün Xocavənd rayonunun özünə, mən gedirəm Xocavənd rayonunun özünə yaşayırım. Siz getmək istəyirsiniz? Getmək istəyirəm, bəli, Xocavənd rayonunun özünə getmək istəyirəm. Və sizi hara göndərlər? Bəzi göndərirlər Güney Xırman, Quzey Xırman, nə bilim ora bura. Orada bərbad gündədir. Köçsünlər Xocavənd rayonunun özünə, Xocavənd kəndə köçsünlər. Xocavənd kəndə köçsünlər, gedirəm mən ora yaşayıram. 7 nəfər də ailə üzründə. Bir yerdə gedib yaşamaq istəyir. Allah prezidentə də dəyməsin. Prezidentimiz alıb verib, sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Alıb verib. Aydındır, çox sağ olun. Sağ olun. Mən burada yaşayıram. Dünən mənə siyaha verdilər ki, Ağdərənin Vəh kəndinə neçə yerə köçməyə. Mən də getdim Ağdərənin Vəh kəndinə. Evlər vardı, bəyəndim. Gedən o Şuşa yolda təzə ipək yollar çəkib, sağ olsun prezidentimiz. Yaxşı yollar çəkib, rahat yol. Getdim mən də oradan bir ev nömrəsi götürdüm. İndi mən gəlmişəm bura, hal-hazırda bugün köçsələr gedərəm. Ancaq deyirlər ki, sən o gördüyün evi sana verməyəcəyik, ola bilər başqasına verəcəyik. Mən çox razıyam dövlətimizdən, ondan sonra qurduğu işlərdən, yollardan, evlərdən çox razıyam. Aydındır. Orada əyləşənlər Yerləri işıqları çəkəcək. İşıq idarəsindəndir, yoxsa icra nümayəndə? İcradan? Ha, kimdir o şəxsdir? Hansı şəxslərdir? Sizsiniz? Siz oradan gəlmişsiniz, icradan gəlmişsiniz. Vətəndaşlar iddia edir ki, siz orada hədə qorxu gəlirsiniz ki, sizin işıqlarınızı kəsəcəyik, nə bilim. Siz niyə Azərbaycan millətinə belə qənim kəsirsiniz? Niyə işıqları kəsirsiniz? Siz kimsiz özünüzü təqdim edin, zəhmət olmasa. Məcburi köçkünlərlə başa düşürük, Qarabağ torpaqları düşmən işğalından azad olunub, bəli, evlərinə